2 nömrəli xəstəxana nə vaxtdan fəaliyyət göstərir və hansı xidmətlər var? 90-cı illərin əvvəllərindən əslində fəaliyyətə başlamışdı. Hansı yeniliklər var və hansı yeni xidmətlər tətbiq olunur? Reyestrimiz 3 dəfəyə qədər yüksəlmişdir. Müraciət sayımız 3 dəfədən 5 dəfəyə qədər artmışdır. Reanimasiya şöbəsində vəziyyət nə yerdədir? Tam müasir avadanlıqlarla təchiz olunmuş 10 və 2 intensiv terapiya bölümündən ibarət. Gün ərzində vətəndaşlara nə qədər xidmət göstərilir? Hazırda müraciət sayımız 900-800 minə yaxınlaşır. Xanım rəhbəri olaraq, baş həkim olaraq böyük bir kollektivə rəhbərlik etmək sizə ağırdır. Bir xanım rəhbər şəxsin iş yerində və ailəsindən aldığı dəstəkdən çox önəmlidir. 2 nömrəli xəstəxananın fəaliyyətini necə qiymətləndirirsiniz? Müəssisənin fəaliyyətini qaynaqdaş hesab etmək olar. Gələcək hədəfləriniz nədən ibarət? İndiki olduğumuz durumun ən yaxşı versiyasını yaratmaq. Hər vaxtınız xeyir əziz izləyicilər. Can həkimi verilişinin bu dəfəki buraxılışında Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasının fəaliyyətindən danışacağıq. Elə bu məqsədlə studiyamıza qonaq da dəvət etmişik. Qonağımız 2 nömrəli xəstəxananın baş həkimi Arzu xanım Bəndəliyevadır. Arzu xanım, xoş gördük. Xoş gördük Rəmin. Təşəkkür edirəm dəvətiniz üçün. 2 nömrəli xəstəxana nə vaxtdan fəaliyyət göstərir və hansı xidmətlər var? Mən İki saylı şəhər xəstəxanası 90-cı illərin əvvəllərindən əslində fəaliyyətə başlamışdır və uzun illər istismar olunduqdan sonra yararsız vəziyyətə düşmüşdür. Bilirsiniz ki, 21 noyabr 2019-cu il cənab prezident İlham Əliyevin sərəncamı ilə xəstəxananın sökülərək yenidən tikilməsi və tam müasir avadanlıqlarla təchiz olunması sərəncamı verilmişdir və xəstəxana uzun müddət təmir olunduqdan sonra 23 oktyabr 2023-cü ildə şəxsən cənab prezident İlham Əliyevin iştirakı ilə açılıb və əhalinin xidmətinə verilmişdir. Sumqayıt şəhər İki saylı şəhər xəstəxanası Sumqayıt şəhərinin səhiyyə infrastrukturunun mühüm bir tibb müəssisələrindən biri sayılır. Bilirsiniz ki, Sumqayıt şəhər İki saylı şəhər xəstəxanası əslində əhali arasında Sarıqaya xəstəxanası kimi də tanınır. Yeni təmirdən çıxmış xəstəxanamız 6 hektar ərazidə yerləşir. 14 tikili, bunun biri əsas 5 mərtəbəli bina olmaqla 13 yarım tikilidən ibarətdir. Və xəstəxananın mühüm vacib şöbələri 9 əsas şöbə və 4 bölmədən ibarətdir. Biz bura poliklinika şöbəsi, cərrahiyyə şöbəsi, terapiya, endokrinologiya, oftalmologiya və ən mühüm şöbələrimizdən biri olan anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəmizi deyə bilərik. 12 çarpayıdan ibarət. Ümumilikdə 165 çarpayıdan ibarət multidisiplinar bir müəssisədir. Artıq bir ildir də tam gücü ilə fəaliyyətə başlamışdır. Artıq bir ilə yaxındır ki, xəstəxanaya rəhbərlik edirsiniz. Ötən müddət ərzində hansı yeniliklər var və hansı yeni xidmətlər tətbiq olunur? Bu bir il ərzində mənim çox yeniliklər olmuşdur. Reyestrimiz 3 dəfəyə qədər yüksəlmişdir. Müraciət sayımız 3 dəfədən 5 dəfəyə qədər artmışdır. Eyni ilə xidmət saylarında yüksəlmə baş vermişdir. Biokimyəvi, immunokimyəvi, bakterioloji laboratoriyamız 4-cü səviyyə laboratoriyaya yaradılmışdır ki, bunun da sayəsində bizim müraciət sayımız həddindən artıq yüksəlməkdə davam edir. İlk dəfə olaraq Sumqayıt Tibb Mərkəzi tabeli müəssisələrdən İki saylı şəhər xəstəxanasının nəzdində elektron növbə sistemi yaradılmışdır. Yüksək sterilliyə malik avadanlıqla təchiz olunmuş mərkəzi sterilizasiyanı mən misal göstərə bilərəm ki, hansı ki, bu qurulmuş yüksək sterilliyə malik müasir avadanlığımız inkişaf etmiş ölkələrdən heç də geri qalmır iş həcminə və sterilliyinə görə. Bir günlük cərrahi sistemi Sumqayıt Tibb Mərkəzi nəzdində ilk dəfə yaradılmışdır. Bu xidmətlərimizdən oynaqların endoprotezlə əvəz olunması əməliyyatı, rekonstruktiv mürəkkəb cərrahi əməliyyatlarımızı, İki saylı şəhər xəstəxanasının poliklinika şöbəsi 13-cü mikrorayon ərazisində yerləşirdi. Poliklinikanın da uzun müddət istifadəsindən sonra orada texniki cəhətdən qüsurlu bir vəziyyətdə idi, yararsız bir vəziyyətdə idi. Tibb sahəsində yenilik olmasa da yeni istifadəyə verilmiş İki saylı şəhər xəstəxanasının stasionar və ambulator poliklinik xidmətinin optimallaşdırılmasının adına yeni xidmət kimi biz bunu misal göstərə bilərik və bizim müraciət və xidmət sayımıza da əsaslı bir təsir olmuşdur. Arzu xanım, hazırda reanimasiya şöbəsində vəziyyət nə yerdədir? Reanimasiya şöbəsi tam müasir avadanlıqlarla təchiz olunmuş 10 və 2 intensiv terapiya bölümündən ibarət şöbədir.
peşəkar həkimlərdən ibarət tibb personalı ilə fəaliyyət göstərir və reanimasiya şöbəsi ağır reanimatoloji xəstəliklərlə mübarizə aparır. Demək olar ki, regional fəaliyyət göstəririk. Bizim reanimasiya şöbəsinə nəinki Sumqayıt şəhər ərazisində reanimasyon xidmətə ehtiyacı olan xəstələrə, hətta regionlardan onlarla mən ötən ildə deyə bilərəm ki, bizə özünə təxliyələr olmuşdur. Maraqlıdır, ay ərzində, həmçinin gün ərzində vətəndaşlara nə qədər xidmət göstərilir? Vətəndaşlar daha çox hansı xidmətlər üzrə müraciət edirlər? Poliklinik şöbənin də xəstəxanaya köçürülməsindən sonra təbii ki, müraciət sayında biraz daha da artım müşahidə olmuşdur. Ötən ilin əvvəllərində, aprel-mart aylarında müraciət sayı günlük 300-400-dürsə, hazırda müraciət sayımız 900-800 minə yaxınlaşır və buna müvafiq olaraq da xidmət saylarımız 1500-2000 civarındadır. Eyni ilə də laborator xidmətlərimizdə 300-500 müayinədən 3000-5000-ə qədər aylıq müraciət sayımız olur və müayinə sayına baxsaq 15000-ə qədər laborator müayinələrimiz olur. Ən çox müraciət ambulator poliklinik xidmətədir. Burada yəni imtiyazlı xəstələrdir, digər ixtisaslı yardım həkimlərinə müraciət saylarıdır. Uğurlarla yanaşı vətəndaşları narahat edən problemlər də olur. Hətta problemlər də yox deyil. Hansı problemlərlə qarşılaşırsınız fəaliyyətinizdə? Xidmətlər zərfində dəyişiklik olaraq xidmət sayımız 3315-ə qədər artırılmışdır və bunun sayəsində digər dövlət tibb müəssisələri olduğu kimi bizim müəssisəmizdə də səhər saatlarında təbii ki, əhalinin sıx müraciətləri olur və müraciət sayı sıx olan saatlarda təbii ki, bir növbə problemi yaranır. Lakin biz bunun qarşısını dediyim kimi elektron növbə sisteminin yaradılması ilə alırıq. Koordinatorlarımızın sayəsində müraciət edən vətəndaşlarımızın uyğun ixtisaslı həkim kabinetlərinə, yardımlarına müraciətini köməkli göstəririk. Azərbaycanda bir sıra dövlət qurumlarında xanım rəhbərlər çalışır. Təbii ki, bu da dövlətimiz tərəfindən xanımlara göstərilən diqqət və qayğının nəticəsidir. Xanım rəhbər olaraq, baş həkim olaraq böyük bir kollektivə rəhbərlik etmək sizə ağırdır, yoxsa necə? Mən bu çox maraqlı sualdır. Təşəkkür edirəm sualınıza görə. Xanım olaraq rəhbər vəzifədə işləmək əlbəttə ki, həm fiziki, həm emosional olaraq bir gərginliyə səbəb ola bilər. Lakin bu bir xanım rəhbər şəxsin əzmindən, peşəkarlığından, fəaliyyət istiqamətindən, onun iş yerində və ailəsindən aldığı dəstəkdən çox önəmlidir və bu onun fəaliyyətinə birbaşa təsir göstərir. Xanımların rəhbər vəzifələrdə çalışmağı onların həm təhsil səviyyələrindən asılı olmağından yanaşı, bu dövlətdə gender bərabərliyinin olmağı və xanımlara verilən dəyərin üstünlüyünün göstəricisidir. Sumqayıt Tibb Mərkəzi tabeliyində fəaliyyət göstərən müəssisələrin baş həkimləri arasında ən gənc baş həkimsiniz. Bəli. Bu da sizə göstərilən bir etimadın nəticəsidir. Əlbəttə ki, bu həm şəhər rəhbərliyimizin, həm təbib rəhbərliyinin gender bərabərliyinə və gənc kadrların kadr siyasətinin aparılmasının bir göstəricisidir, müsbət dinamikasının bir göstəricisidir. Tibbi personalın peşəkarlığının artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir? Davamlı tibbi təhsilə üstünlük veririk. Beynəlxalq və yerli konfranslarda, konqrelərdə əməkdaşlarımız iştirak edirlər böyük məmnuniyyətlə və oradan əldə etdikləri təcrübələri öz müəssisəmizə daşıyırlar, yerli həkimlərimizlə paylaşırlar. Mütəmadi olaraq da həm orta personalın, həm də həkim heyətinin tibbi biliklərinin artırılması yönündə öz fəaliyyətimizi davam etdiririk. Kənarda müşahidə edəndə, baxanda 2 nömrəli xəstəxananın fəaliyyətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə müəssisələrin effektivliyinin qiymətləndirilməsinin müəyyən bir meyarları vardır, beynəlxalq bir standartları vardır. Hər hansısa bir müəssisənin effektiv nəticəsinin qiymətləndirməsinə baxsaq, biz burada vətəndaş məmnunluğu, tibbi xidmətin keyfiyyətinin, kadr potensialı, tibbi heyətin peşəkarlığı və təcrübəsi, müəssisənin təchizatı, infrastrukturu, müəssisənin və pasiyentin
təhlükəsizliyi, obyektin təhlükəsizliyi, müəssisənin daxili infeksiya nəzarəti, ipin kontrolu, informasiya təhlükəsizliyi, pasientin informasiya təhlükəsizliyi, pasientə verilən informasiyaların dolğunluğu, vaxtında çatdırılması, qeydiyyat prosesindən tutmuş, müalicə və cərrahi xidmətlərin müdaxiləsinə qədər prosesin hansı saatlarda qısa və yaxud da uzun müddətdə aparılması bu müəssisənin keyfiyyət standartlarına daxildir. Vətəndaş məmnuniyyətini necə dəyərləndirə bilərik? Biz xəstə və xəstə yaxınlarının rəylərindən bu məlumatları əldə edə bilərik. Müəssisəmizdə də hər şöbədə olduğu kimi həm də giriş qapıdan tutmuş şöbələrə qədər təklif və müraciətlər qutusu asmışıq. Şöbələrdə təkliflər və müraciətlər jurnalı vardır. Mütəmadi olaraq biz həmin qutuları, jurnalları yoxlayırıq. Orada bizə müraciət edən pasientlərin aldıqları xidmətdən geri dönüşlərə baxırıq. Təbii ki, şikayətlər də var, amma faiz etibarilə müraciət etmiş vətəndaşların aldığı xidmətlərdə məmnunluq faizi yüksəkdirsə, müəssisənin infrastrukturunda ən müasir avadanlıqlarla təchiz olunubsa, məsələn, bura mən cərrahi xidmətlərdən danışmaq istəyirəm ki, hansı ki, cərrahi xidmətlərimizdə ən müasir endoskopik cərrahi avadanlıqlarla təchiz olunmuşdur. Əməliyyat blokumuz tam təchizatlı müasir avadanlıqlarla təchiz olunub ki, bu da bizə imkan verir ki, əməliyyat müddətlərinin qısaldılmasına və əməliyyat olunmuş vətəndaşların reanimasiya blokuna yox, ayıltma blokuna və oradan da 2 saatdan sonra klinik şöbəyə qayıtması bu keyfiyyət standartlarından biridir. Bizim reanimasiya şöbəmiz hal-hazırda demək olar ki, yalnız ağır reanimatoloji xəstələrlə məşğul olurlar. Bütün bunları sonuç etibarilə qiymətləndirsəm, müəssisənin fəaliyyətini qaynaqdaş hesab etmək olar. Arzu xanım, ixtisas da endokrinoloqsunuz. Həkim olaraq yəqin ki, sizin də gələcək hədəfləriniz var. Gələcək hədəfləriniz nədən ibarətdir? Həm həkim endokrinoloq kimi, həm də müəssisə rəhbəri kimi ən böyük prioritet məsələm indiki olduğumuz durumun ən yaxşı versiyasını yaratmaq və daim üzərimizdə çalışmaq, tibbi təhsilimizi artırmaq və davamlı olaraq yaxşıya doğru getməkdir. Tribunamızdan istifadə edib, yəqin ki, baş həkim olaraq vətəndaşlara bir müraciətiniz var. Vətəndaşlara nə demək istəyirsiniz? Xalq arasında bir stereotip vardır ki, özəl tibb müəssisələrində xidmət dövlət tibb müəssisələrindən daha yaxşıdır kimi bir şuuraltı informasiya formalaşıb, bir inanc formalaşıb, fəaliyyət dönəmimizə baxsaq, yaşlılığa doğru nə qədər getdiyimizi görsək, xalqımıza müraciət edərdim ki, bu stereotipi qırıb, öz həkimlərimizə inanıb və dövlət tibb müəssisələrində icbari tibbi sığortanın bizə sunduğu bu xidmətlər zərfindən tam yararlanaraq xidmətlərimizdən istifadə eləsinlər. Arzu xanım, bir çox dəyəri baha olan əməliyyatlar var ki, icbari tibbi sığorta tərəfindən qarşılanır. Sizin xəstəxanada hansı cərrahi əməliyyatlar həyata keçirilir? Böyük bir cərrahi şöbəmiz vardır. 10 cərrahdan ibarət peşəkar bir komanda ilə fəaliyyət göstəririk. Hansı ki, arasında dediyim kimi tibb üzrə fəlsəfə doktorları olan cərrahlarımız da vardır. Yüksək peşəkarlığa malikdirlər. Endoskopik cərrahi əməliyyatlar, rutin açıq əməliyyatlar, damar cərrahiyyəsi Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasındadır. Travmatik beyin zədələnmələr, neyrocərrahiyyə xidmətimiz vardır, oftalmoloji cərrahiyyə xidmətimiz vardır. Bütün xidmətlər zərfinə daxil olan laparoskopik əməliyyatlar demək olar ki, müəssisəmizdə icra olunur. Rekonstruktiv mürəkkəb cərrahi əməliyyatları misal gətirə bilərəm. Hansı ki, son zamanlar ümumiyyətlə bu cərrahi xidmətdə müasir klinik protokolların tətbiqi ilə çox uğurlu əməliyyatlar icra olunur. Bir və ya bir neçə dəfə daha öncə uğursuz əməliyyat keçirilmiş pasientlər üzərində mürəkkəb cərrahi əməliyyatları misal gətirə bilərik. Bundan əlavə olaraq endoskopik herniyoplastikalar müəssisəmizdə icra olunur çox uğurla və ötən ildə biz nəzər salsaq ilk dəfə TAP və TEP üsulu ilə hernioplastika əməliyyatları icra olunmuşdur uğurla müəssisəmizdə. Son zamanlar mədə altı vəzi, qaraciyər, öd yolları üzərində çox uğurlu əməliyyatlarımız icra olunur.
şöbələrimizdə endokrin xəstəlikləri ilə məşğul olan endokrinologiya şöbəmiz olsun, terapiya şöbəmiz olsun, cərrahi xidmətlərimiz olsun, göz şöbəsi olsun, regional fəaliyyət göstərir. Göz şöbəsində müxtəlif növ cərrahi əməliyyatlar icra olunur. Bunlara mən misal olaraq katarakta, pterygium, xalazium, çəpgözlük, avastin inyeksiyasının icrası, hətta rekonstruktiv blefaroplastika əməliyyatları və xidmətlər zərfinə daxil olan 60-dan çox xidmət oftalmologiya şöbəmizdə xidmət göstərilir sakinlərimizə. Tibb müəssisəsində hansı yeniliklərin edilməsi nəzərdə tutulur? Təbii ki, hədəflərimiz daha da genişlənmişdir. Biz yenidən oynaqların endoprotezlə əvəz olunması əməliyyatlarının icrasına başlamaq istəyirik. 3 sənəd cərrahiyyəsində yəni uzman həkimlərin dəvət olunmasıyla təbii ki, yeni xidmət növünün açılmasını hədəfləmişik. Endokrin xəstəlikləri ilə məşğul olan şöbəmiz vardır və həddindən artıq müraciət sayılarımız çoxdur. Şəkərli diabet xəstələri ilə yanaşı, həm də tiroid xəstəliklərindən əziyyət çəkən pasientlərimiz vardır ki, onların qalxanvari vəzin biopsiyasını biz paytaxtda digər müəssisələrə göndəririk və önümüzdəki aylarda biz qalxanvari vəzin biopsiyasını da öz müəssisəmizdə icrasını düşünürük. Sonda ənənəvi bir sualımız var. Veriliş olaraq bizə təklifiniz nədir? İlk öncə sizə uğurlar arzulayıram. Hər zaman faydalı olmağınızı təbii ki arzulayıram. Verilişiniz uzun müddətli, baxımlı və maraqlı qonaqlarla daim qarşılaşasınız. Tibbi maariflə yanaşı uğur hekayələrini də paylaşmağı sizə tövsiyə edərdim. Uğur hekayələri paylaşdıqca bir öncəki sualımızın elə cavabını tapmış olacaq, həm də xalqımız arasında bir inanma səbəb olmuş olacaq. Yəni o tibbi informasiyaları ötürdükcə həm pasientlərin uğur hekayələrini, yəni ağır xəstəlikdən azad olmuş xəstələrimizin, həm də uzun müddətli bu müalicə prosesində iştirak edən həkimlərimizin uğur hekayələrini paylaşdıqca eynilə də həm sizin fəaliyyət sferanızda bir dəyişiklik olmuş olar da, həm də eynilə vətəndaşlarımızın düşünürəm ki, bizə etibarı qaytardı. Arzu xanım, təşəkkür edirəm gəldiyinizə görə və suallara ətraflı cavab verdiniz. Bir daha minnətdaram. Əziz izləyicilər, Can Həkimi verilişinin növbəti buraxışı başa çatdı. Çalışın, sağlam olun.